Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Dim test sorusundan ifrazat sistemi bölməsinin izahına baxacağıq. Başlayaq birinci sualda. Normal halda böyrəkdəki qandan sidiyə suyun artığından başqa daha nə keçir? Su və mineral duzlar. Bura mineral duzlara aid olacaq. Böyrəklərdə deməli süzülür, lazım olan hissəsi qana yenidən sorulur, lazım olmayanlar da təbii ki bədəndən xaric olunur. 5 dəqiqə ərzində böyrəklərdən nə qədər qan keçir? Böyrəklərdən 1 dəqiqə ərzində 1 litr qan keçir. Diqqət göstərək 2 böyrəkdən. 2 böyrəkdən 1 dəqiqədə 1 litr qan keçir. 5 dəqiqə ərzində 5 litr. Cavab Y variantıdır. İnsanda böyrəklərin funksiyasına aid deyil. Su-duz mübadiləsi tənzimləmə böyrəklərimizin funksiyasıdır. Bu düzgündür. Hipofiz vəzinin hormon sintezini tənzimləmə böyrəyin funksiyası deyil. Endokrin sistemimizlə bağlıdır. Həmçinin məsələn sinir sistemi beynimizlə əlaqəlidir, amma böyrəyin funksiyası deyil. Mübadilə prosesinin son məhsullarını orqanizmdən kənar etmək. Bəli, mübadilə prosesimizin son məhsulunu orqanizmdən kənar edən orqanlardan biri də böyrəklərdir. Qanın kimyəvi tərkibini sabit saxlamaq, bəli, qandakı zərərli maddələri xaric edir. Sidik əmələ gətirməkdə həmçinin ilk sidik, son sidik böyrəklərdə yaranır. Burada cavab B variantıdır. Aşağıdakı orqanlardan hansı maddələr mübadiləsinin son məhsullarının orqanizmdən xaric olunmasını və onun daxili maye mühitinin sabit qalmasını təmin edir? Maddələr mübadiləsinin son məhsullarının orqanizmdən xaric olunmasında iştirak edən orqanlara qaraciyər və deməli bağırsaqlar aiddir. Amma qaraciyər axıdır bağırsaqları, yəni birbaşa xaric olunmasında iştirak etmir. Yəni burada cavab ümumiyyətlə böyrəklərdir. Digər variantları da izah edirəm ki, asan olsun. Böyrək üstü vəz ümumiyyətlə aidiyyatı yoxdur. Böyrək üstü vəz daxili sekresiya vəzimizdə qanımıza hormon ifraz edir. Nazik bağırsaqlar xeyir, yoğun bağırsaq amma düzgündür. Qalxana bənzər vəzidə bura aidiyyatı yoxdur. Cavab B variantıdır. İnsanda sidik axarları ilə sidik kanalı arasında ifrazat sisteminin hansı strukturu yerləşir? İfrazat sisteminin orqanlarımızın ardıcıllığı belədir. Böyrəklər, hər böyrəkdən bir sidik axarı gəlir, tökülür sidik hissəsinə və sidik çıxarıcı kanal vasitəsilə xaric olur. Axarla kanal arasında diqqət etdinizsə sidik hissəsi dedim. Axarlarla gəlir, tökülür sidik hissəsində toplanır, kanal ilə də xaric olur. Cavab C variantıdır. İnsanda qarın boşluğunda onurğanın B şöbəsinin hər iki tərəfində yerləşən orqanlarımız böyrəklərimizdir. Bel şöbəsində yerləşir, bel tərəfdə və hər iki tərəfdə cütdür, sayıca cütdür və qarın boşluğunda yerləşir. İnsan ifrazat sistemi orqanlarından sidiyin axma istiqamətini, düzgün ardıcıllığını müəyyən edir. Deməli, yarandı böyrəklərdə axarlar vasitəsilə töküldü kisəyə, sidik çıxarıcı kanalla da xaric oldu. Deməli, ardıcıllıq olacaq 3, 2, 1 və 4 Y variantı. Normal halda insanın böyrəklərindən keçən qan mineral duzlarının artığından başqa daha nədən azad olur? Suyun artığından, böyrəklərdə mineral duzlar və suyun artığı xaric olunur. Cavab A variantıdır. 9-cu suala baxaq. Böyrək verilib bizə şəkildə yerləşdiyi bədən boşluğunu soruşur və aid olduğu orqanlar sistemini yerləşir qarın boşluğunda və ifrazat sistemimizə aiddir. Qarın boşluğunda yerləşir, ifrazat sisteminə aiddir. C variantı. İnsanda böyrək venaları hara açılır? Böyrək venaları böyrəkdən qanı çıxaran damarlardır və ürəyin sağ qulaqcığına qayıtmaq üçün tökülür aşağı boş venaya. Aşağı boş vena vasitəsilə də çatdırılır sağ qulaqcığa. Böyrəyin tərkibinə daxildir. Deməli, sidik axarları və sidik hissəsi böyrəyə aid deyil. Bunlar ayrıca strukturdur. Amma böyrəyin qabıq qatı var, beyin qatı var. Tərkibində böyrəklə, yəni baxın bu da beyin maddəsidir. Piramidlər də olsaydı götürərdim cavabda. Yəni cavab B variantıdır. İnsanda tərkibində duzun sidik cövhərinin miqdarı daha az olan qanın axdığı damar hansıdır? Burada cavab olacaq böyrək venası. Nəyə görə? Çünki böyrək arteriyası ilə duzlu, sidik cövhərdir, gəlir miqdarı çox olur, amma böyrəklərdə təmizlənir axı. Venaya artıq daha az miqdarda axır. Ona görə cavab olur C variantı, böyrəkdən çıxan damar, yəni böyrək venası. 13-cü sualda deyir ki, sakit vəziyyətdə 2 dəqiqə ərzində insanın
insanın böyrəyindən təqribən neçə litr qan keçər? Diqqət göstərək, burada deyir böyrəyindən, yəni bir böyrək nəzərdə tutulur. 2 dəqiqə ərzində böyrəklərdən 2 litr qan keçir. Bir böyrəkdən 1 litr qan keçəcək. Cavab D variantıdır. Sakit vəziyyətdə 6 dəqiqə müddətində insanın bir böyrəyindən neçə litr qan keçər? Təkrar deyirəm, baxın, burada bir böyrəyindən deyir. Böyrəklərdən 6 dəqiqə ərzində 6 litr qan keçəcək. Çünki 1 dəqiqədə 1 litr qan keçir. Bir böyrəyindən 3 litr cavab olur A variantı. Baxıram 15-ci suala. Sxemə əsasən normal hal üçün doğru ifadələri müəyyən edin. Azotlu birləşmələri və eritrositlərin parçalanma məhsullarını xaricə çıxarır. Xeyr. Qabıq və beyin qatından ibarətdir. Bu düzgündür. 2 bədən boşluğunda yerləşir. Yanlışdır. Sidik axarı aid ola bilər buna. Həm qarın, həm çanaq boşluğunda yerləşir. Suyun və mineral maddələrin artığını sidik şəklində orqanizmdən xaric edir. Bu isə aiddir. Cavab olur 1 və 3 D variantı. 16-cı sual. Yetkin insanda sidik hissəsi minimum neçə mililitr sidiklə dolduqda ifrazat ehtiyacı yaranır? Sidik hissəsinin tutumu ümumilikdə 500 mililitrdir. Bunun 1/4 dolduqda, yəni 125 millisi dolduqda artıq ifrazat ehtiyacı yaranır. Cavab olur B variantı. Böyrəklərdən minimum 500 litr qan keçən zaman normal halda təxminən nə qədər son sidik ifraz olunar? Sutka ərzində 1500-1700 litr qandan 150-170 litr ilk sidik, 1,5-1,7 litr son sidik yaranır. Yəni rəqəmlə baxsaq 1000 az da belə. İndi mən 500-ü 1000-ə bölərəm, taparam 0,5 litr son sidik. 18-ci suala baxaq. Şəkildə insanın böyrəyinin qan dövranı sxematik olaraq göstərilmişdir. Hansı fikir səhvdir? Eritrositlərin miqdarını bərabər verib 1-də və 2-də. Bu düzgündür. Hər ikisində bərabər miqdardadır. Qlikozanın miqdarı deməli qanda qlikozanın miqdarı 1-də 2-dən çoxdur. Bu da düzgündür, çünki böyrəklərdə gəlib artıq azalacaq. Birinci damarda, yəni arteriyada gələndə daha çox olacaq. Mineral duzların miqdarı əksinə birincidə, ikincidən çox olacaq. Çünki gələcək arteriya vasitəsilə böyrəklərdə təmizlənəcək, 2-də azalmış olmalıdır. Ona görə ikinci birincidən çoxdur, yanlış cavabdır. Deməli, qan kapilyarların divarından, qədəhə bənzər kapsulanın divarlarından ilk sidik süzüldü. Bizə burada bunu deyir. Keçici böyrək kanalcıqlarının divarından kapilyarların divarı. Artıq burada geriyə sorulma prosesi baş verir və sudan söhbət gedir. Burada sudur, glikozadır. Bunların geriyə sorulması baş verir. Yenidən qan dövranına qayıdır su. Ona görə olacaq qan Y variantı. 20-ci suala baxaq. Nefronda keçici yolu bizə burada göstərir. Keçəcək bir də təzədən qana. Sidik axarları deyir, ilk sidiyi sidik hissəsinə daşıyır. Xeyr, son sidiyi daşıyır. Son sidiyi xaricə çıxarmır. Xeyr, xaricə çıxaran kanaldır. Böyrək ləyənlərindən başlanğıc alır. Deməli, bu düzgündür. Yalnız bir əsas bədən boşluğunda yerləşir. Yanlışdır. Həm qarın, həm çanaq boşluğunda yerləşir. Son sidiyi sidik hissəsinə daşıyır. Düzgündür. Piramidlərdən başlanğıc alır. Xeyr, ləyəndən başlanğıc alır. 2 əsas bədən boşluğunda yerləşir. Bu da düzgündür. Cavab olacaq 3, 5, 7, yəni B variantı. İnsan orqanizmindən suyu çıxaran orqanlar, tərvəzləri, bağırsaqlar, böyrəklər və ağciyərlər. 1, 3, 4, 5 olacaq cavab. 22-ci suala baxıram. Deməli, 2 dənə damar verib, böyrək damarı, biri X, biri Y ilə işarə olunub. X damarının tərkibində karbon qazı azdır, Y-də isə çoxdur. Deməli, X-də karbon qazı azdırsa, demək, X böyrəyə gələn damardır. Tərkibində oksigen çoxdur, karbon qazı azdır, həmçinin mineral duzlarından sidik cövhəri də azdır. Y isə böyrəkdən çıxan damardır. Çünki oksigeni verdi orqana, azaldı, karbon qazı isə artdı, çoxaldı. Həmçinin mineral duzlarından sidik cövhəri də böyrəkdə təmizləndi, azaldı. İndi biz X-ə dedik arteriya, Y isə dedik vena.
Deyir ki, Y damarı ilə axan qanın tərkibində zərərli maddələr az olur. Bəli, düzgündür. Y-də az olur, təmizlənmiş olur. X damarı ilə axan qan aşağı boş venaya tökülür, arteriya tökülmür. Əksinə Y tökülür. Y damarı qanı bilavasitə qarın aortasından alır, yanlışdır. X alır qanı qarın aortasından, böyrək arteriyası alır. Yəni X damarı ilə bir dəqiqədə böyrəyə 0,5 litr qan gələ bilər, düzgündür. Bir böyrəyə, ya iki böyrəyə bir yerdə 1 litr qan gəlir. Bir böyrəyə 0,5 litr, burada 4-də düzgündür. Y damarı ilə axan qan tökülür aşağı boş venaya, böyrək venası ilə axan qan tökülür aşağı boş venaya, düzgündür. Cavab olur 1, 4 və 5. 23-ə baxıram. Əgər insanda sutka ərzində böyrəklərdən minimum 1500 litr qan keçərsə, bir böyrəkdə neçə litr ilk sidik yaranar? İlk sidik olacaq 150-170 litr. Deməli, bir böyrəyi də soruşduğu üçün 75 litr olacaq. 23-də cavab olacaq 75. 24-cü sualda deyir ki, uyğunluğu müəyyən edin. 1, 2 və 3. 1 ilə işarə olunub böyrəklər, 2-də sidik axarları, 3-də isə sidik kisəsi. Süzülmüş məhsulları sidik kisəsinə daşıyan sidik axarlardır. 2-də olacaq A. İlk və son sidiyin yaranması baş verir böyrəklərdə, 1-də olacaq B. Sidik axarları ilə sidik kanalı arasında yerləşir sidik kisəsi. Baxın, axar burada, kanal isə buradadır. Arada yerləşən sidik kisəsidir. 3-də olacaq C variantı. Sidik axarları başlanğıcını bu orqandan götürür, böyrəkdən. 1-də olacaq D variantı. Sidiyi çıxaran isə sidik kanaldır. Burada heç bir rəqəmdə işarə olunmayıb. Ona görə olacaq 1-də B-D, 2-də A, 3-də isə C variantı. 25-ə baxıram. İnsanın ifrazat sisteminə daxil olan strukturların sayının artması ardıcıllığını müəyyən edin. Artması deyir, ən az olan sidik kisəsidir. Çünki 1 ədəddir sayı. Ən çox olan isə nefronlar olacaq. Hər böyrəkdə 1 milyondur. 2 böyrəkdə bir yerdə 2 milyon nefron var təqribi. Piramidlərin sayı isə ləyənin sayından çoxdur. Ona görə olur 2, 3, 1 və 4 artma ardıcıllığı. Sonuncu suala baxıram. 26-cı suala. İnsanın ifrazat sisteminə daxil olan strukturların sayının bu dəfə azalması deyir. Yəni, əvvəlki sualın əksidir. Ən çox olacaq nefron, sonra böyrək piramidi, sonra ləyən, ən sonda isə sidik hissəsi, sayı 1 ədəddir. Bu qədər ifrazat sistemi bölməsində izahına baxdıq. Videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Kanala abunə olub bildirişləri açın ki, yeni yüklənən videolardan xəbərdar olasınız. Sağ olun, salamat qalın.